Salam YouTube kanalımın daim izləyiciləri, hər birinizi istəyər günlərində xoş gördük. Bu günləri gördüyünüz kimi yola çıxmışıq və yolumuz Astaraya xalamgilə qonaq gedirik. Hər il biz bu yolu 5 saat yarım 6 saat müddətində gəlib çatırdıqsa, bu il təzə salınmış İpək yolu ilə getdik. Çox rahat bir yoldur və tam 3 saat müddətində artıq biz xalamgilə gəlib çatdıq və budur xalamın kiçik nəvəsi qapını bizim üçün açdı. Gəldiyimiz gün dincəldik. Səhərsi gün isə biz demək İran sərhədinə yaxın İran malları satılan bir mağaza var idi. Sumakdır bu. Rəngi də çox gözəldir. İran sumakı 16 manat 50 qəpik. Kilosu nədir? Pul biber 9 manat 82 qəpik. Meyvə qurusu var burada. Burada neçədir? 7 manat 72 qəpik. Ananas qurusu. Gavalı, ərik qurusu, hər şey var burada. Hurmalar var. Turşular rengi. Turşular var. Bu nə turşudur? Bu zirincin də içərisində. Turşu görsün. 1.50 qəpik. Ha, 1.50 qəpiyə düşür. Görək bu nə elədir? Bu ərikli. Bu da ərikli. Bu nə elədir? Almalı. Hər meyvəli var. Qəşəng çayniklər var burada. Bu talı balaca çaynikdir. Bu 3 manatdır. 4.80. Çox gözəldir bu. Bu neçədir? Olsun soruş. Bunlar 4.80. xanım bunlar 4.80 də. Oğlan mı? 4.80 də bunlar. 4.80 bunlardır. Bundan birini götürək. İran şampunlarıdır. Nə qədər bu? 4 litri 7 manat 42 qəpik. Bunlar çox keyfiyyətli qab şampunlardır. Bunların balacaları olurdu. 1 litrlik. Ondan yoxdur. Var, baxın. Bunlar neçədir? 2 manat 15 qəpik. 2 manat 15 qəpik. Bu 1 litrlik də. 15, bunlar 4 litr. 7 manat 42 qəpik. Bunlar yaxşı. Bunlar 1 manat 82 qəpik. 1 manat 82 qəpik. Bu da 1 litrdə. Bunlar xalça yumaq üçündür. Bunların başqa cürdə olurdu. Həmişə alırım, ondan indi yoxdur. Nəzərlənən bunlardır, ən çox satılan bunlardır. Ondan da birini götürəcəm. Sonra bu da tip. Bu da 1 litr deyəsən, iridir. Bəli, 1 litr. 750 milli. Ləkə çıxartmaq üçündür, qazın suyunu təmizləmək üçün. Bəli, bəli. Sonra keyfiyyətli. Yağlı ləkə lazımdır. Bunları qoyun bura. 2 manat 50 qəpiyə yekəsidir bu. 2 manat 50 qəpiyə yaxşıdır. Bununla birini götürürəm. Sarımsaqlı şampun saç tökülmək üçün 2 manat. Neçədir bu? Sarımsaqlı 2 manat 40 qəpik. Sonra düyülü. Neçədir baxın? 450 ml 2 manat 20 qəpik. Yumurtalı şampun var 2 manat 20 qəpik. Bunlar baldır. 4 manat. Neçədir? Bunlar neçə oldu? Bal 4 manat 42 qəpik. 500 qramlıq, yarım kiloluq. Bahalı ballardan almaqdansa bunlardan alıb ballı tortazada istifadə etməyə yaxşıdır. Sonra bu nədir? Keçi buynuzu doşabdır deyəsən bunlar. 5 manat 52 qəpik. 800 qramlıq. Bunlar nədir? Keçi buynuzu doşabı. 700 qramlıq. Başqa cürdür karabqanın içərisində. 7 manat 72 qəpik. 700 qramlıq. Sonra bunu mən birinci əvvəl görürəm. Əncir bəhməzi 3 manat 50 qəpik. 900 qramlıq. Sonra bu nədir baxın? Xurma doşabı. Bu da İranındır. Xurma doşabıdır. 2 manat 40 qəpiyə. Qiymətlər çox münasibdir. Birinci əvvəldə görürəm kök cemi. Balaca bankada 290 qram. Neçədir bunun qiyməti? 2 manat. Qiymətdə var 2 manatdır. Valla birinci əvvəldə ilk dəfə görürəm. Yəni kökdən cem. Bunlar qızıl güldür. Çiyələkdir. Balaca bankalarda heyvadır. Malinadır. 2 manat hamısının qiyməti. Bunun xüsusi qablaşdırılması çox gözəldir. Elə bir bakaldır. Balı istifadə edirsən, özündə bir bakal kimi istifadə edirsən. Şöyle. Axşamki çəkilişimiz üçün buradan toyuq da götürək. Yerli toyuğumuzdur, Lənkəran toyuğu. Burada kənd çolpası da var, amma bunlar çox bək olur, gec pişir. Ona görə bundan götürürəm. Lənkəran toyuğu götürək. Kilosu 5 manat 10 qəpik.
Bəy. Pişirib dadına baxar. Bunlar mənim marağımı çəkdi. Görək bunlar nədir? Acılıq otu. Acılıq otu. Nə üçündür ki bu? Arıqlamasın. Dəmlisi çay dəmlənir. Çay kimi dəmlənib içilir. Bu neçədir? Acılıq otu. Bunun acılığı var belə, yoxsa dəmləyəndə yəqin ki bilmirəm. Dəmləməsin. Acı olar yəqin çayda. Bu zəfəran da var. Zəfəran neçədir? İran qoxu. İran manat qoxu. 80 qəpik. 1 manat 80 qəpik. Bunun içərisində 3 kilo konfetdir. 3 kilo konfet, qiyməti neçədir bunun? 10 manat 50 qəpik. Yəni qiymət olaraq həqiqətən çox sərf edir. 3 kilosu. Sonra da bu 3 kiloluqdur. Qiymətdə var 9 manat. Sərf edir beləmsinə. Qiyməti çox münasibdir. Təəccüblənmə mümkün. Elə bildim kilosu bu qiymətə. İran xurması 300 qramı 2 manat 40 qəpik. 500 qram. Yarım kilosu 3 manat 50 qəpik. Bu da 3 manat 50 qəpikdir. Bunun da çəkisi 500 qramdır. Yarım kilosu. 3 manat 50 qəpik. Sonra burada karafkalarda da var. 3 manat 50 qəpikdir bu da. Ne kadar? Bu da yarım kilodur. Sonra burada 1 kilogramlıklar da var karafkanın içerisinde. 1 kilosu 5 manat 80 qəpik. Açıq da var burada. Dadına baxmaq üçün burada açıq da var. Mənim ən sevdiyim cappuccino. Kopesi qiyməti 30 qəpikdir. Bundan da götürəcəm. İran qaymaqları 90 qəpikdir bu. Bu da 1 manat 18 qəpik. Sonra burada şokoladlar var. 2 manat 10 qəpiyə. Şirniyyatlarda istifadə eləməyə, səhər yemək üçün. 2 manat 10 qəpik. Bunlar da hamısı İran konfetlərdir. Bunlar da konfet formasında turşulardır. Bu da turşudur. Kilosu 4 manat 80 qəpik, bu 5 manat 20 qəpik. Mənim ən çox sevdiyim budur. Kilosu 5 manat 60 qəpik. Bir dənə kulak biraz da bundan mən götürdüm. Bunun içərisi var, birini götürmüşəm. İçərisi belədir. Çox tatlıdır bu. Bunun kağızı elə bir başqa cür idi əvvəllər. Ağ plyonkalarda olur, biraz qablaşdırması biraz dəyişilib. Hə, olsun. Əriş bunun qapağı çıxartlar. Gördüyünüz bu gözəl oğlan mənim xalamın nəvəsidir. Bizə kömək eləyir. İndi marojna seçir. Seçdin, götürdün onu. İranın üzüm sirkəsi çox keyfiyyətli olur. Adi sirkələrdən çox yaxşı sirkələrdir. Deməli, qiyməti də 1 manat 80 qəpik. Qiyməti də yaxşıdır. Deməli, 3 litrdir bu sirkəmiz. 5%dir, 3 litrlik üzüm sirkəsi. Turşular üçün ən yaxşı sirkə üzüm sirkəsidir. Litri də bunun demək 60 qəpikdən düşür. Yəni, xanımlarımız çox sual verirlər ki, alma sirkəsi, amma ən gözəl sirkə turşular üçün üzüm sirkəsidir. Düyülərə xüsusi endirim var burada. İran düyüsü, şahplov düyüsü. Deməli 2 kiloluqdur, 6 manat. Neçə qəpik? Bu neçə oldu? 6 manat neçə qəpik? 6 manat 60 qəpik, 2 kilosu. Görək bu ne? Şahlar, Hindistan düyüsü. Bu düyü neçədir? Və neçə kilodur? 5 kilosu 15 manat. Şahlar düyüsü. Burada belə bir düyü də var. Müjdə. Görək bu nə qədərdir? Bu düyündə zəhmət olmasa deyərdik. 5 kiloluğu 17 manat 50 qəpik. Müjdə. 5 sada var burada 5 kilosu. 5 kiloluq 16 manat 20 qəpik.
Burada ödənişimizi edib, aldığımızı aldıq, çıxdıq və Astara bazarına da dəydik. Oradan da bir kişi mənə lazım idi. Onları da aldıqdan sonra xalagilə yollandıq. Çox sağ olun, təşəkkür edirəm. Astarada kim ki qonaq olsa, bu dükana ziyarət eləmək istəsə, gəlmək istəsə, sərhəddə yaxın yerdə Astara şəhər Nizami küçəsi Bərəkət Market. Yəni adres, ünvan, bazar olsun xala. Sağ ol. Burada nə qəşəydir bunlar, balaca. Neçədir bunun kilosu? 60 liraya. 60 qəpiyə. Bunun qabığı soyulanda nə qalacaq burada? Bax, balaca. Əsl salatdırdır. Bunu da verim sana. Bunlar nədir xala? Abqora. Abqoradır, 100%. Bunun rəngi biraz başqadır, bunun başqadır. Bilirsən, bu biçə açıq yerində bu biçə tütdür. Bunu ancaq mənimlə Bakılar aparır. Bu tərəfin cəmaatı bilmirlər. Çünki mən Bakıda bundan tapmıram ona görə. Ay sağ ol, hamı Bakılar aparır. İndi mən eləmişəm. Bu nə qədərdir? Bir yarım litr. Neçədir bu? 3 manat. Bax indi mən eləmişəm hazır günümüz yerdə günlə amala gəlir. Bu vaxt gəlsə, onda çatıya gəlir. Bazardan çıxdıqdan sonra da yenidən xalagilə qaydırıq. Xalamgilin yaşadığı yerdə gördüyünüz kimi yolun bir tərəfi qatar yoluna açılır, bir tərəfi isə dəniz yoludur. Pandemiyadan bəri də bunlar yük daşıma qatarlardır. Yalnız İrandan mal aparıb mal gətirir. Və gəlib çıxdıq. Bu gözəl havada samovar çayının yeri var deyib bir samovar yandırdıq. Çayımızı içdikdən sonra ocaqda sırf Lənkəran mətbəxinə aid çox ləzzətli bir turşu kabab yeməyini öz əllərimlə bişirdim və bu dəfə turşu kababı toyuqlu bir qədər fərqli üsulla hazırladım. Ümid edirəm ki, çox bəyənəcəksiniz. Çox ləzzətli də bir yeməyimiz alındı və hamı tərəfindən də çox bəyənildi. Dənizin kənarında çayımızı içib bir qədər dincəldikdən sonra xalanın bağına keçdim və yeməyimizi hazırlamaq üçün xalanın əkdiyi badımcanlardan, xırda badımcanlardan bir qədər yığdım. Xalamın kiçik nəvəsi mənə lazım olan, lazımı qədər alçalardan, bağdan yığıb mənim üçün gətirdi. Badımcanlarımız da hazır. İndi gedirik yeməyimizi pişirməyə. Bunlar da xalamın bağının mandalinləridir. Əsl dadlı, ləzzətli mandalinlər Astarada yetişdirilir. İnşallah bunlar yetişəndə xala mənim də payımı göndərəcək.
Badımcanların gördüyünüz kimi qabıqlarını tam soyumuram. Bu üsulla soyduqdan sonra belə kəsilər atırıq 4 yerdən. Bunu da tam axıra kimi doğramırıq. Baxın, belə bu üsulla kəsilər atırıq və həmin bu kəsilərin içərisinə də duz əlavə edirəm. Bir qədər saxlayıram badımcanları. Düzdür, bunlar acı badımcanlar deyil, acılıqları yoxdur. Amma hər ehtimala qarşı yenə də biraz duzlayıb saxlayırıq. Daha sonra isə bu həmən demək duz öz badımcanların suyunu çıxardır və həmin suyu boşaldıb təmiz su ilə badımcanları bir neçə dəfə yuyub sıxırıq və yağda qızardırıq. Burada demək ki, bir ədəd toyuq üçün biz biraz gözəyarı olaraq duz, qarasiot əlavə edirik və bir çay qaşığı da alça turşusu, yəni ləvəngilər üçün nəzərdə tutulan turşudan əlavə edirəm və yaxşı-yaxşı bunları qarışdırıram. İlk öncə tavamıza biraz yağ əlavə edirəm və 5-6 ədəd iri soğan var idi ki, soğanları ət maşından keçirtmişəm və ət maşından çəkdiyimiz soğanları əlavə edirəm yağın içərisinə və biraz qovururam. Soğanı gördüyünüz şəkildə qovurduqdan sonra götürürük, ayrıca bir qabın içərisinə əlavə edirik və yenidən tavamızın içərisində duzladığımız badımcanların da demək duzlu suyunu təmiz yuyub sıxdıqdan sonra bunların da hər iki yüzünü yağın içərisində qızardıb götürürük. Ərzaqları mən burada demək olar ki, təxmini, yəni gözə yarı olaraq götürdüm, amma videonun alt bölümündə dəqiqliklə sizlər üçün resepti qeyd edəcəm. Badımcanların hər iki yüzünü qızardıb götürdükdən sonra toyuqları əlavə edirik və toyuqların da hər iki yüzünü qızardırıq. Toyuqları qızartdıqdan sonra öncədən qovurduğumuz soğançanı əlavə edirik üzərinə və soğan üzərindən cəfərlərə. Burada 5 dəstə cəfəri var idi, balaca dəstələr idi. Mən ət maşından çəkmişdim. 5 dəstə ət maşından çəkdiyimiz cəfərini əlavə etdik üzərinə və bir dəstə cəfərini də xırda-xırda doğramışdım. Bunu da əlavə edirəm üzərinə və üzərinə badımcanları düzürəm ən sonda. Və bura artıq zövqə görə istəsəniz abqora da əlavə edə bilərsiniz. Yəni dadı turş məzə olmalıdır bu turşu kababının. Amma mən alçadan istifadə edəcəm. Demək, üzərinə duz əlavə etdim. Bir qədər, hardasa 1 stəkan yarım belə su əlavə etdim, qaynar su əlavə etdim və üzərindən də alçalardan tumunu çıxartdığım, doğradığım, hardasa 5-6 ədəd turş alça əlavə etdim və qapağını qoyuram. Vam odda, ocaqda artıq biraz toyuqlar bişənə kimi, badımcanları yumuşalana kimi bişirib götürürəm. Çox ləzzətli bir yeməyimiz alınır. Bunun yanında plov da vermək olar. Plovla da süfrəyə verə bilərsiniz və ya sadəcə çörəklə də yeyib nuş edə bilərsiniz. Artıq yeməyimizin dadına da burada balaca degustatorlarımız var. Xalamın nəvələri, onlar baxacaqlar. Yeməyi bəyənib bəyənmədiklərini söyləyəcəklər. Ümid edirəm ki, bu videomu bəyənərsiniz. Sizlər üçün də maraqlı bir vlog çəkmiş oldum. Bəyənsəniz mütləq sonda videonu like edib, şərh bölümündə fikirlərinizi yazaraq mənimlə bölüşməyi unutmayın. İnşallah irəlidə çox gözəl videolarımız olacaq. Kanala abunə olun və videonu bəyənməyi unutmayın. Sağ olun. İnşallah yeni videolarda görüşənədək. Allah'a emanet olun. Allah.